Bəzilərinə də namaz qıl, oruç tut, günahlardan çəkin deyəndə deyir ki, Allah kərimdir. Allah kərimdir. Amma bunlar dediyi sözlərin mənasını başa düşmür ki, Allahın kəraməti hələ sənin bu qıldığın namazdadır. Allahın sənə olan hökmü, gözəlliyi, sənə verdiyi üstünlük hələ bu namazdır. Sən bir şərəfli insanın qarşısına gedəndə fəxr edirsən ki, o səni üstün tutdu, səni öz qarşısına aldı və sən hər yerdə fəxr edirsən ki, o kəramətli insandır, mən də şərəfliyəm ki, mən də üstünəm ki, məni yanına bırax. Və Allah da səni şərəfləndirib, üstün tutmaq üçün namazı sən əmr elədir ki, Allahın qarşısında olasın. Sən namaz qılmaqla kəramətli olursan. Sən namaz qıla-qıla kəramətli olursan. Allah kərimdir deyib din işlərindən qaçırsan, dünyada işə gələndə sənə nəsə zərər olacaqsa, Allah kərimdir, Allah bağışlayır deyirsən. Namaz qılmırsan, Allah kərimdir deyirsən. Amma sənə deyəndə ki, soğuqlar gəlib paltar alırsan, niyə? Allah ki, kərimdir. Niyə alırsan o paltarı? Əgər Allaha təvəkkülün belə etsə geymə. Dünyavi bir iş üçün sən tədarükü görürsən, Allah səni kəramətləndirdiyi, ahirətdə cənnətə aparacağı yolsun, sən tədarük görmürsən. Və bu da insanların kərimdir, Allah kərim sözünü düzgün başa düşmənəsidir.